Salam hörmətli YouTube və TikTok izləyiciləri, sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində Məhsəti qəsəbəsində, yəni Seviş qəsəbəsində 4 sot torpaqda bax qarşıda gördüyünüz belə bir həyət evi satılır. Qiymət 62 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. İndi isə bu ev haqqında sizə bir balaca məlumat verim. Hal-hazırda məhləsini görürsünüz, ancaq belə deyək. Mən çıxım ikinci mərtəbəyə, 2 mərtəbəlidir. İkinci mərtəbədə böyük bir zalım, eyni zamanda 2 böyük otaq var. Bax, hal-hazırda zalını görmək mümkündür. Bax, buradan belə baxıram. Deməli, videoda böyük görsənir. Bunun uzunluğu hardasa 10, eni 5 metrdən çox olmalıdır. Hardasa 6-dır. Bax, bu cür böyük zaldır. Polu taxtadır, yəni başqa material deyil. Otaqlar 5-in 5-ədir. Bax, hal-hazırda görürsünüz. Sənədi ilkin sənəddir. Eyni zamanda arxiv arayışı var. Bildiyiniz kimi, bax, bu sənədlərdə yəni satış ancaq etibarnamə yolu ilə olur. Bunu mən siz bilirsiniz. Bax, yenidən mən sizə ikinci otağı göstərdim. Təmirlidir, bu cürdür. İnsə mətbəğinə keçirəm. Deməli, bu həyət evi Seviş qəsəbəsində 11 nömrəli marşrutun son dayanacağından 180 metr məsafədə yerləşir. Burası ikinci mərtəbədə olan mətbəxdir. Mətbəx mebel evdə qalacaq. Bura hardasa 4-ün 4-ədir. Bax, yəni bu cür böyükdür. Yenidən mən sizə deməli zalını göstərirəm. 20A, yəni Qalandan gələn bax bu həyət evinin abratını gedəndə, yəni şəhərə tərəf getdikdə təxminən 20 metrliyindən keçir. İnternet xəttini görmək mümkündür. İndi isə birinci mərtəbəyə keçirəm. Dediyim kimi qiymətin 62 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Qarşıda bağçasını görmək mümkündür. 7 ədəd ağac növü var. 3 tərəfdən kubiklə hörülüb. Hovuzu var 4 tonluq. Bax, qarşıda o krişkanı görmək mümkündür qapağının. İndi isə birinci mərtəbəyə keçirəm. Bax, birinci mərtəbədə deməli İkinci mərtəbədə olduğu kimi otaqlar burada mənə elə gəlir ki, zal bir balaca kiçikdir ikinci mərtəbəyə nisbətən. Ancaq otaqlar böyükdür. Otaqların ölçüsü də 5-in 5-ədir. Bax, bu cür böyükdür. Bura deməli birinci mərtəbədir. Bax, pilləkəndən düzdür aşağı düşsən ancaq bu cürdür. Bura isə deməli ikinci otaqdır. Qiymətin 62 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Yenidən mən sizə birinci mərtəbənin zalını göstərirəm. Bax, bu birinci mərtəbənin mətbəxi sağ tərəfdədir. Yəni addelinidir. Yenə təkrar edirəm. Sənədim ilkin sənəddir. Yəni etibarnamə yolu ilə satılır. Yəni bunu hamı bilir. Mənsiz bilir. Deməli, mən indi isə yenidən sizə birinci mərtəbənin çıxış qapısından bax, həyətini göstərirəm. Bax, bura mətbəxdir. Hal-hazırda ora bağlıdır. İnsanlarına keçirəm. 1,5 tonluq su bakı var. Bax, məhəlləsi bu cür böyükdür, 4 sotdur. Hamamı təmirlidir, razzivalkadır. Bax, burası hamamıdır, düz. Bax, hamamını görmək mümkündür. Hardasa 2-nin 2 yarımadır. İndi isə deməli yenidən bax belə bir əldamı var burada. Bax, bu əldamını sizə göstərirəm. Burada böyükdür, hardasa 3-ün 4-ədir. Burası isə bax bu zonadır. Bax, belə bir həyət evinin qiymətin 62 min manatdır. Qiymətində mütləq razılaşma olmalıdır. Sizlərə uğurlar.